Məktəb direktorunun müəllimlərdən və şagirdlərdən qanunsuz şəkildə pul yığdığı iddia edilir. Bu iddia ilə 279 sayılı tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Aytəkin Allahverənzadə çıxış edir. Onun iddialarına görə məktəbin direktoru Südabə Allahverdiyeva hər ay məktəbin ehtiyacları üçün əsassız şəkildə pedaqoji heyətdən və şagirdlərdən pul tələb edir. Deyir ki, 15 manat deyir, süpürgəçidən pul verməlisən. Ya hər ay 15 manat pul verəndə süpürgəçiyə müəllimin maaşından çox eləyir. Dövlət verir onun maaşını. Müəllimlərdən niyə yığılır bu? Sinif verirəm 10 manat sinifə görə verməlisən. Xeyr ola. Printer yoxdur. Bir dənə müəllim öz cibinə, bütün müəllimlər öz cibindən xərcləyir. Halbuki məlum məsələdir ki, dövlət təmin eləyir. Printerlə də, vərəqlə də. Uşaqlar aylıq pul verirlər fond pulu adına. Markerləri özləri də öz cibindən sonra alırlar. Aytəkin Allahverənzadə iddia edir ki, məktəbin bütün xərclərini müəllimlər öz hesabına qarşılayır. Pul yığır müəllimlərdən, remont pulu, kanalizasiya, xarabol kanalizasiya pul yığır müəllimlərdən. Mən verməmişəm heç birini, düzdür. Niyə? Çünki qanunsuzdur. Ona tabe olurlar, onun dediyini otururlar, ondan qorxurlar, onun şərrindən qorxurlar. Müəllim həm də iddia edir ki, direktor onunla olan şəxsi qərəz səbəbindən adına açılan dərnəyi bağlayıb. Üstəlik də dərsinə saxta yoxlamalar gətirir. Adam gətirir, heç məktəbə aidiyyatı olmayan adamlar. Halbuki elə bir adam gətirib mənim dərsimdə otuzdurub ki, o adam pensiyadadır, rus dil müəlliməsi olub, hamı vaxt pensiyada olub. O deyir ki, mənə deyir, məcbur elədi oturmağı. Mənə dedi ki, otur, ancaq mənə mənfi tərəflərini yaz. Müsbət tərəflərini yazma. Bakı şəhəri üzrə təhsil idarəsindən isə Xəzər xəbərə bildirildi ki, 279 nömrəli tam orta ümumi təhsil məktəbinin rus dili və ədəbiyyat müəllimi Aytəkin Allahverənzadə 9-cu sinif şagirdlərindən birini bullyingə məruz qoyduğu, onu sinif yoldaşlarının qarşısında təhqir etdiyi, məktəbdə pedaqoji mühitə zidd davranışı, təhsil verənlərin etik davranış qaydalarını pozduğu üçün ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. O da bildirildi ki, müəllim əsassız ittihamlarla və lüzumsuz davranışlarla məktəbdə əlavə insidentlər yaratmağa cəhdlər edir. Şəbnəm Qurbansoy, Namiq Hüsiyev, Kəmal Əlimuradova, Xəzər xəbər.